Ruslar forumlarda deyirlər ki, əgər bu avtomobili hər gün şarja taxmayacaqsansa, bu avtomobili heç almağa dəyməz. Söhbət BMW-nin G30 plug-in hibridindən gedir. Birinci ona görə ki, batareyanın öz həcmi, çəkisi ağırdır və bu maşını biraz da daha ağır eləyir. İkinci səbəbi ona görə ki, yükümüzdən gedir, yəni bagajımızdan gedir ki, əlavə yer tutur. Burada baxın. Üçüncü səbəbi isə adi maşın kimi bunu sürsəz, ola bilər ki, hətta adi BMW kimi sərfiyyatı olsun. Yəni heç hibrid kimi siz bundan istədiyiniz zövqü ala bilməzsiniz. Yəni söhbət benzin sərfiyyatından gedir. Avtomobilimiz deməli 9,2 kilovatlıq batareyalarla təchiz olunub ki, bu bizə qış vaxtlarda dəhşət soyuqlarda 16 kilometr. Maksimum hələ ki yenə də soyuqlardır. Maksimum 28 kilometr getmişik. Və 5,1 litr 100 kilometrə benzin sərfiyyatıdır.